Herkese salam, kanalıma ve yeni vloga hoş geldiniz. Kaldığımız yerden devam edirik. Geçen defa şkafa bir de divara model yapıştırdık. Bu defa ise dedim divanı təmizləyək ve biraz divara əl gəzdirək. Uşaqları apardım bağçaya koydum. Dedim onların yoxluğundan istifadə edeyim. Divanı bir dənə şey təmizləyim. Əslində uşaqlar gələnə bu qurumamışdı. Onlara icazə vermirdim bunun üzərinə çıxmağa. Çünki biraz nəm idi. Nə qədər prisos bunu yaxşı çəksə də nəmişlik var idi. Nəysə dedim başlayayım bir dənə divanı şey təmizləyim. Deməli mən ilk öncə istədim aparatın özündən su ilə təmizləyim. Sonra dedim yox bir dənə qabda hazırlayım su və gətirim elə təmizləyim. Sən deməli heç buna da ehtiyac da deyildi. Çünki ərəb sabunu elə bu divana dəyər dəyməz ləkələri qəşəng təmizlədi. Yəni heç bunu sürtməyə ehtiyac da yoxdur. Sadəcə üzərindən bir balaca aparatla keçirsən, suyunu çəkirsən və vəsə ləkə anında təmizlənir. Bu aparatı mən Temudan sifariş etmişdim. Çox qəşəng bir alətdir. Düşünürəm hər evdə olmalıdır. Əgər evinizdə körpə varsa və şey lazımdır. Keçən vlogda və ondan qabaqki vlogda sizlərdən xahiş etmişdim ki, kanalıma abunə olub və like etməyinizi xahiş etmişdim. Çox sağ olun. Hər birinizə dərin təşəkkürümü bildirirəm. O qədər gözəl geri dönüşlər oldu ki, like'lar, sonra yeni insanlar gəldilər. Mənim kanalımı ilk dəfə görən insanlar belə oldu. Yazdılar mənə ki, ilk dəfə də izləyirəm sizi və çox bəyəndim. Təşəkkür edirəm hər birinizə bu geri dönüşləriniz üçün. Bu əslində mənə lazım idi bunu demək. Çünki deməyəndə sanki elə bir duruqçuluq olur da. Mən daimi olaraq öz izləyicilərim üçün sanki video çəkirəm, amma başqaları görmür. Ona görə məcburən hərdən bir deyirəm ki, kanalıma abunə olun, like edin. Like lazımdır əslində. Çox like elədikcə YouTube videonu digər insanların da qarşısına çıxardır və onlar da görürlər sənin videonu. Baxmayaraq ki, qiyməti münasibdir. Bu aparat o qədər gözəl təmizləyir ki, divanı həqiqətən də gözəl təmizləyir və dərindən təmizlik eləyir. Hətta indi görəcəksiniz nə qədər çirk çıxdı. Yenə deyirəm, bu tək çirk deyil, həm də tozun nəticəsidir ki, yəni üst-üstə hop parçanın altına belə keçir və bu plisosda onu dartıb oradan çıxardır. Çox qəşəng bir şeydir. Almağınızı 100% tövsiyədir. Gördünüz də nə qədər çirk çıxdı. Əslində mən özüm belə şoka düşdüm ki, yəni bu qədər çirk mənim bu divanımdan çıxa bilməz. Axı bu hardan əmələ gəldi? Həqiqətən də belə insan şoka düşür. Sonra deyirsən ki, hə də olacaq bir şeydir də, yəni ki, çirkdir. Alınandan bəri heç yuyulmamışdı. İlk dəfədir ki, yuyurdum. Suyu mən düz 3 dəfə boşaltdım. Və bu da son nəticə. Görün necə də tərtəmiz oldu. Sanki rəngi də açıldı, belə bir qəşəng, nə bilim, çox xoşuma gəldi. Həm də ərəb sabununun qoxusu o qədər gözəl idi ki, divanı təmizləyəndən sonra həmin o qoxu üzə verdi. Son nəticə. Mən razı, divanım razı, aparatım da razı. Çox qəşəng tərtəmiz oldu həqiqətən də. Buralar qapqara idi. Qapqara belə ləkələr var idi, yumru, yəni su ləkəsi, çay ləkəsi. Sürtməyə ehtiyac yox imiş. Elə ərəb sabunu qəşəng təmizlədi. Bu aparatı da sizə tövsiyə edirəm, çox qəşəng bir şeydir. Kənarlarını apardım, yudum. İndi bunu çıxardıb yuyacağam. Bir də bunların içini siləcəm. Olacaq tərtəmiz. Belə. Keçən dəfə bunları da sökmüşdüm. Görün nə gözəldir. İndi bu qurusun, bu quruduqdan sonra buraları belə bəzəyəcəyik. Uşaqları gətirməyə hələ ki vaxt var idi. Mən də dedim paduşkaların üzünü qəşəng çıxardım. Aparım, atım maşına qəşəng yusun, tərtəmiz bunları da asım. Təmiz divanın üzərinə də təmiz paduşkalar salım. Əslində mən paduşkaları tez-tez təmizləyirəm. Çünki ən çox batan bunlardır. Uşaqlar əllərində götürürlər, yerə atırlar, falan üstündə, nə bilim, yemək yeyirlər. Ona görə tez-tez çirklənir deyə mən bunları tez-tez yuyuram. Mən ümumiyyətlə uşaqlara icazə verirəm evdə hər yeri dağıtmağa, sökməyə, tökməyə. Yəni bizim evimiz həmişə təmiz olmur. Yəni onu da qeyd edeyim. Yəni hər zaman belə dağınıqlıq falan olur. Təbii ki, mən evi plisoslayıram, silirəm, təmizləyirəm. Sadəcə uşaqlar o iqruşkalarıdır, patuşkalarıdır falan bunları hər zaman yerə atırlar. Bu da ki normal haldır. Çünki mən həmişə deyirəm ki, bu uşaqlar bir daha bu yaşlarında olmayacaqlar. Ona görə mən dəymirəm. Gözləyirəm, oynasınlar, yorulsunlar. Ondan sonra artıq keçirəm təmizliyə. İşlərimi gördüm, bitirdim, qurtardım uşaqları bağçadan gətirdim. Axşam oldu. Yoldaşım zəng elədi ki, gedək mağazinə. Gələndə gördüm ki, mənə belə gül dəribdi. Amma axşama fikir verdim ki, üzərində cücülər var. Girdim YouTube-a baxdım ki, adi dixlofosla təmizləmək olarmış. Sən demə, mən bunu bilmirdim. Yəni dixlofos bilirsiniz ki, həşəratlar üçündür. Amma deyim sizə, dixlofos güllərə qəti ziyan etmədi. Sadəcə cücüləri tökdü. Səhər baxdım ki, güllər sapasağlam qəşəng qalıb. Növbəti gündən hər kəsə salam. Divanım tam olaraq qurudu. Hələ divan tamamilə qurudu, qəşəng tərtəmiz oldu. Burada ləkələr var idi və onların hamısı getdi. Həm də belə yaxşı bir qoxu əmələ gəldi burada. Ekranda fikir verirsinizsə tünd rəng görsənir, amma realda bu qədər tünd deyil, açıq rəngdir. Paduşkalarının üzünü də qəşəng yumuşam quruyubdu. Daha doğrusu maşınka yuyubdu və indi keçək buranı belə qəşəng bəzəyək. Bu mənim qızımın əlişidir. Bunu istəyirəm asım oradan. Gülləri mən seçmişdim və bir də bunu da Yuskdan götürmüşdüm. Bunu da istəyirəm ortaya qəşəng asım. İndi görək nə tər görsənəcəkdir. Birlikdə baxarıq. Böyük ölçüdə, amma ki Çin şəkli xoşuma gəlmir, onu dəyişəcəm. Yoldaşım deyir ki, bunların içinə bir dənə də ramka eləyək, hərəsinə bir dənə daha qəşəng görsənəcəkdir. Əslində düz deyir, sadəcə yorulmuşdum mən bundan. Dedim ki, qalsın, sonra nə vaxt eləyəcəm.
Bu şəkli mən ilk olaraq bu künc divara tutmuşdum. Burada daha çox xoşuma gəldi, amma nədənsə sonra fikrimi dəyişdim və digər divardan asmışdım, amma sonra yerini dəyişdim. Burada isə mən artıq ölçüləri götürürəm. Ölçünü götürdükdən sonra artıq başlayıram yavaş-yavaş şəkilləri asmağa. Əslində ilk olaraq istəyirdim mismardan asım, amma sonra fikirləşdim ki, bəs məndə Temudan sifariş etdiyim ramkalar üçün yapışqan bir şey var, indi göstərəcəm. Onu gətirim. Bunları Temudan sifariş etmişdim. Böyle yapıştırırıq bura kənarlarına və divarı deşmədən, etmədən, yəni bununla birlikdə yapışdırmaq olar. Bildiyimiz adi çırçırtı bunu bir-birinə belə yapışdırırıq. Görək deyildiyi kimi varmı? Yəni yaxşı bərk dursa, demək yaxşı bir şeydir. Bu ramka asmaq üçün olan yapışqanları çox bəyəndim və sonra yenə bir başqasına da sifariş etdim. Çox bəyəndim mən bunu. Həqiqətən də bərk tutur. Yəni divar deşməyə ehtiyac belə yoxdur. Özü bərk saxlayır. Həm də ramka artıq bizdən demək olar ki, neçə gündür ki, divarda sağlıqlı durur və demək olar ki, heç qopmadı. Bərk yapışıbdı, dəhşət bərk yapışır. Tövsiyə edirəm almağınızı. Bu sıkmak lazım. Və bu da mənim lampalarım. Görün nə gözəl görsənir. Çox qəşəngdir. Çox sevdim mən bunları. Gözəl görsənir. Rəngbərəngdir, bluetoothla işləyir. Yəni toka falan ehtiyac yoxdur. Yəni toka qoşmağa ehtiyac yoxdur. Sadəcə divara bərkidirsən və zaretka işləyir də. Belə deyim ki, içindəki lampanı çıxardırsan, zaretkaya qoyursan. Keçən dəfə bir xanım yazmışdı, bunun linkini istədi. Sadəcə xanım bildi ki, yəni bu bluetoothla işləyir. Yəni toka taxlarsız deyil, amma onlarda artıq təmirdən sonra toka izi yerləri qalmışdı. Yəni deyim sizə, Temuda bunların toklu versiyası da var. Yəni toka qoşulur və elə işlənilir. Sadəcə axtarıb tapmaq lazımdır. Mən görmüşdüm. Bu ramkanı isə bu divara tutdum. Gördüm ki, yaraşmadı, götürdüm bunu bir başqa yerə yapışdıracağım bunu sonra. Və nəhayət ki, keçirəm buraları təmizləməyə. Divanın üstünə mən belə plisos nəmişi götürürəm. Əslində yaxşı olardı ki, əl plisosu olsun, onunla götürürəm, amma ki, yoxumda ona görə bunu ilə plisos deyirəm. Nə də ki, balaca bir ağızlıq yoxdur ki, onunla təmizləyim. Mən buraları təmizləyirəm. Uşaqlar da qıraqdan baxırlar ki, nə vaxt qurtaracaq buraları, biz çıxaq, oturaq burada. Onlar çox sevirlər divanda oturmağı, oynamağı burada. Uşaqlar divanı çox sevirlər, üzərində oynamağı falan, amma ki, qətiyyən sevmirlər bunun üzərindəki paduşkaları, heç sevmirlər. Mən götürürəm, qoyuram, bunları götürürlər, yerə atırlar. Sonra deyirəm ki, başı bəlkə götürüm bunları yığışdırım, onsuz da mane olur da uşaqlara, yəni boş-boş götürürlər, yerə atırlar. Sadəcə görkəm üçün hərdən bir qoyuram ki, ürəyim açılsın, amma sonra deməyək. Digərin sizə maraqlı bir şey də danışım. Deməli, mən bu videom hardasa 1 saatdan çox idi. Mən InShotda montaj edirəm videolarımı və orada baxıram ki, 1 saatdan çox dedim. Ay, nə gözəl, bu dəfə 20 dəqiqəlik falan video alınacaqdı. Təsəvvür edin ki, mən qısa-qısa bunu o qədər qısdım ki, tamamilə gödək oldu. Heç 10 dəqiqəlik bir video da olmadı. Ona görə düşündüm ki, əlavə nəsə bir şey çəkərəm. Baxıram çox şey artıqdı. Ona görə onları aradan kəsib çıxardıram. Və bu da son nəticə. Görün nə gözəl oldu. Çox qəşəng görsəndi. Usta gəldi, bizim aynamızı belə dəyişdi. Əslində belə açılan deyil idi, belə yana açılırdı. Amma mən belə istəyirdim ki, açılsın, ona görə gəldi, bunu bizim üçün quraşdırdı. Belə daha qəşəngdir düşünürəm. Yayda da açıq qoy, qışda da açıq qoy, qəşəng. Bu divar gözümə boş görsənirdi. Ona görə fikirləşdim ki, bura ramka assam heç də pis görsənməz, daha da qəşəng görsənər. Çünki həqiqətən də bombalan boşdur belə. Nəsə gözümə xoş gəlmirdi. Ona görə fikirləşdim ki, bir dənə qəşəng ramka asaram bura. Sadəcə fikirləşdim ki, bu divar uzunsov divardır və bura uzunsov şəkillər, bir dənə ya alt üst 2 dənə şəkillər daha qəşəng gedərdi, amma o da məndə yox idi. Ona görə fikirləşdim ki, Yuskdan aldığım bu şəkli asaram və götürdüm bir dənə nazik mismarı belə çəpnə divara deşdim ki, ramka onun üzərində yaxşı qalsın, yəni düşməsin deyə belə çəpnə elədim və nəhayət ki, şəklimi də götürürəm. Asıram buradan. Belə deyim də, xoşuma gəldi. Sadəcə elə bir balaca oldu bura. Biraz böyük bir şey olsaydı və yaxud da bir neçə dənəsi olsaydı daha qəşəng görsənərdi. Amma yenə də heç olmadığından belə daha yaxşıdır. Əslində mən balaca ramkalarım var. Sadəcə hamısı ağ rəngdə idi. Hamısı ağ da qəşəng görsənməyəcəkdi. Məsələn, taxta teksturalı, qara rəngdə ramkalar falan belə olsaydı daha qəşəng görsənərdi. Fikirləşdim ki, onları rəngləyərəm, elə asaram. Belə də pis görsənmədi. Yəqin ki, siz də bəyənərsiniz. Və bir də bunu deyim, bunların Temuda həm də tok versiyası var, hansı ki toka qoşulur birbaşa, amma bu tokla deyil. Bu sadəcə divara bərkidirsən, bunun içində göstərə bilirəm mən. Belə lampası var və bu lampanı çıxardıb belə zaretkaya qoyursan və sonra yenə işləyir. Bu şəkil dəyişəcəm. Bura başqa bir şey fikirləşmişəm, onu asacağam, amma hələlik dedim bu qalsın burada, boş qalmasın. Bu şəkili mənim qızım çəkmişdi. Çox qəşəngdir bu, buraya gözəl yaraşdı. Və bir də Temudan bir şey də sifariş etdim. Belə bu künclüklər, onlar da gəlsinlər, rəngləyəcəm. Taxta effektlidir. Onlar da rəngləyim. Onlarla da qəşəng görsənəcək. Mən bunu çox sevdim. Sadəcə bu şəkil buranı körlüyür. O da dəyişəcəm. Və bir də unutdum sizə bir şey də göstərmək. Bunu da Temudan sifariş etmişəm. Bir paçkada deyəsən 12 dənəm olmalı, yoxsa nə qədərsə belə çox qəşəng bir şeydir. Rezindəndir, belə qulpa keçir və qapıyı lap sərt açsam belə divara dəymir, baxın.
Səs belə gəlmir. Çox yaxşı bir şeydir. Fikirləşdim ki, bunu shorts olaraq da çəkim. Çünki elə insanlar var ki, deşmək istəmirlər yeri. Biz də deşmək istəmədik. Ona görə Temudan belə bir şey sifariş etdim. Burada bilmirəm varmı bizdə satışda belə bir şey, eynən belə bir şey. Çox yaxşıdır. Bərk də həm də, yəni bərk rezindəndir. Yəni xarab olacaq bir şey deyil. Belə, mən isə evi falan təmizləyirdim. Usta getdi, aynalarımızı qəşəng düzəltdi və dedim indi buraları bir dənə qəşəng təmizləyim.